12 yaşlı Vidadi Abdiyev Bakıdan Gədəbəyə, doğulduğu Novosaratovka kəndinə qonaq gəlib. Deyib gələndən bəri günü belə keçir. Əlində araba kəndin başına gedib su gətirir. Laf belə çəkir də, burada gördüyünüz kimi küçənin ağının başına bir dənə su yoxdur. Krantlar var. Vidadi Abdiyev 5 gündən sonra geri qayıdacaq. Amma ailəsinin su daşımaq qayğısı bu ucqar kənddə qalacaq. 5 kilometr yuxarıdan kəndin başından. Ağsaqqalı var, qocası var. 50 yaşında adam əlində 2 dənə qab, 3 dənə qab gedib kəndin o başından su gətirirlər. Bir damcı su yoxdur küçədə. Neçə ildir bu vəziyyətdədir. Heç kəs də bu işə baxmır. Bax belə bala. Günümüz güzəranımız bax belə keçir. Sudan sonra buralarımız da zibil. Gədəbəyin Saratovka kənd sakinləri sonuncu dəfə qapılarında suyu müharibədən əvvəl görüblər. Müharibədən sonra dağılan su boruları illərdir bərpa olunmayıb deyə kənd cəmaatı qalıb susuz. 1200-1500 ev var, ev, hələ cəmaat yox. Kət, laf böyük kət. Piskər olublar. Doldururam, nəfəsim kəsilir, yoruluram dincəlməyə. Bir gün, 2 gün dincəlirəm, bir də yoruluram, suyu daşıyıram elə. Onun dərdindən bax, 250 manat verib bir dənə boçka almışam. Düşəndə maşınla gətirdirək. Burada da maşın tapbağı olmur. Maşının birini neçə? Maşını birini nə bilim, indi valla 20 manada gətirirlər, 15 manada, 30 manada. İndi dağ yer olduğuna görə. Bu boçka tökülür. Bir də daşıyırıq bunu. Yağış yağanda oradan kirli su tökülür, Allah haqqı. Onunla da paltar yürük, mala veririk. Bəs çiməyiniz? Çimməyimiz də belə. Toba çox vaxt oradan tökülənlə çimirik, Allah. Həftədə yəni bir dəfə 6-cı gün qalırıq da hər imkan yox. Su deməli həyat deməkdir. Su olmayandan sonra yaşayış yox. Bax, onunla su gətirilir. Oradan buradan. Bax, o kanislər. Novosaratovka kəndinin küçələrini böyükdən kiçiyə, su daşıyanlarsız təsəvvür eləmək mümkün deyil. Su bidonları az qala bu kəndin simvoluna çevrilib. Suylar var, mən çəkdirmişəm. Çəkdirmən də var. Əlgət çəkən də var. Hardan çəkdirmisiniz dayı suyu? Bu dağdan. Bu əzab əziyyətə son qoymaq üçün öz hesabına su çəkdirənlər də az deyil. Sentr küçənin suyu yox idi. Məcbur oldum. Maldan, heyvandan satdım 2000'e. Öz pulumdan su çəkdirdim. Bax, orada su var, bir də məndən. Sən də bura başarılı, bu qonşuda heç kimdə su yox. nə vaxtdan? Düz, müharibə ilə 2-390 neçənci ildən dağ var idi, su çəkilmişdi bütün küçədə hamısı. Sonra söykülər dağıtdılar. Novosaratovka kənd icra nümayəndəsinin mavini Validə Hüseynova deyir ki, regionların sosial-iqtisadi inkişafı proqramı üzrə kəndə su çəkilməsi ilə bağlı təkliflər verilib. Bulaqlardan gedirlər su gətirməyə, amma problemimiz də var. Əksər evlərdə özləri də, yəni əhalinin özü öz evlərinə su çəkib. Bulaqlarımız çox olduğundan da. Bəzi evlərdə su yoxdur. Yəqin ki, bu problem də aradan qaldırılacaq. Yaxın. Biz də təklif eləmişik, proqrama salmışıq. Ancaq indi nə vaxtı layihə həyata keçər, onu dəqiq deyə bilmərəm. Bax, bununla da gedir. Boş, dik gələndə yaxşı. Boş gələndə bax, qurbanım olur. Belə gedirik da, nə fərqi var? Sadəcə su deyəndə adi səslənə bilər. Bəs evə su gəlməzsə, içməyə, yuyunmağa, təmizliyə necə çarə taparsınız? Novosaratovkalılar nə az nə çox 20 ildir bu sualın axtarışındadılar.